Bir il yarım bundan əvvəl həddindən artıq ağrılar mənim dizimdə əmələ gəldi. Mən düzün axtarsan həkimləri saymaq istəmirəm. Bir neçə həkimin qəbulunda oldum, ayrı-ayrı yerlərdə. Mənim əlacım başda olmadı. Mən artıq az qala yox, kolyaskada gəzirdim. Bir gün verilişlərin birində doktorun reklamı gedirdi. Mən həmin reklam vasitəsilə doktorun qəbuluna gələsi oldum. Keçən ilin 6-cı ayın 28-də doktorun qəbulunda oldum. Həddindən çox dizimdə mənim ağrılar var idi. Hətta yatmaq, mən hərələnmək mənim üçün tamamilə belə unutmuşdum onları ağrıdan. Həkim sağ olsun, mən ona o qədər minnətdaram. Mən hər yerdə də o kişi haqqında deyirəm ki, möcüzə yaratdı. Mən möcüzə gördüm onda. Bir iynə, bir də qəbul eləyib, müəyyən danışıqlardan baxandan sonra bir iynəydən mən getdim. Sərbəst 8-9 aydır yaxşı özümü hiss edirəm. Ağrılarım həddindən az, həddindən az. Necə deyərlər, təmiz qəbul ediləsi dərəcədə azdır. Mən indi sizin vasitənizlə çox təşəkkür edirəm. Həkimin özünə də bir dənə can qurban.